Türkiyədə səfərdə olan Müdafiə Nazirinin birinci müavini, Azərbaycan ordusunun baş qərargah rəisi general polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbul şəhərində keçirilən Sülhün Müdafiəçisi 2025 beynəlxalq təlimini izləyib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sonra Konya şəhərinə gələn Azərbaycan ordusunun baş qərargah rəisi Anadolu Qartalı 2025 beynəlxalq təliminin yüksək səviyyəli müşahidəsi günündə iştirak edib. Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi və tapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara ətraflı məlumat verilib. Anadolu Qartalı 2025 təliminə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup pilot və texniki heyəti ilə yanaşı aviasiya vasitələri cəlb olunub. Səfər çərçivəsində general polkovnik Kərim Vəliyev, Türkiyə Respublikasının Milli Müdafiə Naziri Yaşar Gülər, Silahlı Qüvvələrin baş qərargah rəisi ordu generalı Mətin Güraq və Milli Müdafiə Universitetinin rektoru professor Erhan Ayfoncu ilə görüşüb. Keçirilən görüşlər zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Strateji müttəfiqliyimizin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib. Tərəflər hərbi texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.